Salam değerli izleyiciler, əziz kanalımızın abunəçiləri, növbəti bir mənzili hamımızın qarşınızdayıq. Bugün Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Əsəd Əhmədov küçəsində Ləziz House restoranının yaxınlığında yeni tikili 12 mərtəbəli binanın 5-ci mərtəbəsindəyik. Burada bir otaqdan 2 otağa düzəlmə kupçalı mənzili sizlərə təqdim edirik. Hal-hazırda mənzilin giriş hissəsini və girişdə sağda yığılmış qardırop hissəsini görürsünüz. Baxın, belə bir dəhliz hissə var və bütün otaqların girişi dəhliz, koridor hissədəndir. Mənzildə qaz su işıq təminatı fasiləsizdir, sənəd kupçadır. Burada mənzilimizin ümumi otaq olan qonaq otağı yerləşir. Mənzil orta mənzildir. İnfrastrukturla zəngin bir ərazidə yerləşir. Yaxınlığında məktəb, bağça və yaşayış obyektlərlə zəngin bir ərazidədir. Belə bir kvadrat ölçüyə malik geniş bir qonaq otağı var. Qonaq otağından həmçinin dəhliz hissədən mətbəxə giriş mümkündür. Baxın, həm buradan mətbəxə girmək mümkündür, həm də dəhliz koridor hissədən mətbəxə girmək mümkündür. İstilik sistemi fərdi olaraq kombidir. Baxın, gördüyünüz kimi yenidən dəhliz hissəyə qayıdırıq və mənzilin mətbəx hissəsinə burada da daxil olmaq. Orada bir eyvan hissə olub, eyvan hissəni də mənzilə qataraq mətbəxi biraz da genişləndirib ev sahibi. Mənzilimiz 12 mərtəbəli, yeni tikili, qazlı və kupçalı binanın 5-ci mərtəbəsində yerləşir. Qanuni bir otaqdan 2 otağa düzəlib, sənəd kupçadır. Baxın, gördüyünüz kimi belə bir gözəl geniş mətbəx hissə var. Heç qonaq otağından bir o qədər də istifadə etməyəcəksiniz, elə mətbəxdən də istifadə edəcəksiniz. Burada kiçik bir eyvan hissədə saxlanılıb, orada isə mənzilin kombisi yerləşir. İndi isə qayıdaq mənzilin dəhliz hissəsinə, digər hissələri də sizlərə təqdim edək. Burada mənzilin sanitar qovşağı yerləşir, lazım olan aksesuarlarla təmin olunub. Mənzilimiz qeyd etdiyimiz kimi Yeni Yasamalda Əsəd Əhmədov küçəsi Ləziz House restoranının yaxınlığında yerləşir. Həm Əsəd Əhmədov küçəsindən, həm də Dadaş Bünyadzadə küçəsindən mənzilə daxil olmaq, binaya daxil olmaq mümkündür. Burada isə yataq otağı yerləşir. Düzəlmə otaq buradır. Qonaq otağından biraz kəsilərək burada belə bir geniş bir yataq otağı düzəlib. Mənzilin yüngül kosmetik təmirə ehtiyacı var. O da belə deyək ki, aboylar falan, yəni istəsəniz zövqünüzə asılı olaraq dəyişə bilərsiniz. Mənzilimiz Yeni Yasamalda 12 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. 65 kvadrat ölçülüdür, sənəd kupçadır, birbaşa alqı-satqı etmək mümkündür. Qazı, suyu, işığı daimdir. Dövlət ipotekasına tam yararlı bir mənzildir. Sənədlər tam qaydasındadır. Mənzilin qiyməti 145.000 manatdır. Real alıcıya endirim olunacaqdır. Yalnız mənzilə baxdıqdan sonra daha dolgun və ətraflı məlumat üçün qeyd olunan nömrələrə əlaqə saxlayıb mənzilə əyani şəkildə də baxmaq mümkündür. Mənzil haqqında bu qədər. Növbət çəkilişdə görüşənədək.